Sizinlə bugün əmək münasibətləri və əmək müqaviləsi haqqında danışacağıq, amma biznes gözü ilə. Sahibkarsınız və yaxud da ki, şirkət açmısınız. Sizə xidmətlər lazımdır. Hüquq, maliyyə, mühasibatlıq, satış, HR və digər sahələrdə. Vakansiya paylaşırsınız, işçi ilə razılaşırsınız, bir əmək haqqı ilə aylıq deyək 1000 manat. Əmək müqaviləsi bağlayırsınız. Siz ona öz ofisinizdə bir yer ayırmalısınız. Yəni, icarə haqqında əlavə kvadraturaya görə xərc. Masa, kompüter, digər avadanlıq verməlisiniz. Onun internet, telefon və s. xərclərini qarşılayırsınız. Həmçinin sizin danışdığınız 1000 manat əmək haqqının üzərinə vergi, digər sosial müdafiə fondundan ödənilən xərclər, sığortalar və s. gəlir. Bu da əmək haqqının 40%-dən çox eləyir. Nəticə etibarilə danışdığınız əmək haqqının üzəri 50%-dən çox xərc gəlir. Və bildiyiniz kimi vergi qanvericiliyində dəyişiklik olub. İndi hər ilə görə əlavə ekstra xərclər gəlir biznesin üzərinə. Bu xərcləri necə optimallaşdıra, azalda bilərsiniz? Fikirlərinizi bizimlə şərhlərdə bölüşün. Biz növbəti videorolikdə bu haqda sizə məlumat verəcəyik.